Salam əziz şagirdlər. Bugün 6-cı siniflərə %100 düşən əbob və əkobun sizlərə fərqini izah eləyəcəm. Gəlin başlayaq vaxt itirmədən. Deməli, əbob nədir? Əbob ən böyük ortaq bölən və əkob ən kiçik ortaq bölünən deməkdir. Əbob və əkobu necə tapırıq? Gəlin nümunə üzərində göstərim. 120 və məsələn 150-nin həm əbobunu, həm də əkobunu tapaq. Deməli, öncəliklə 120-ni ayırırıq sayda vurğularına. 122'ye 60, 62'ye 30, 32'ye 15. Uşaqlar, artıq 15 2'ye bölünmədiyinə görə keçirəm bölməyə 3'ə. 15 3'ə bölünür 5 dəfə, 5 5'ə bölünür 1 dəfə. Keçdik 150'ye. 150 2'ye 75 dəfə. 75 ilə tək olduğuna görə 3'ə bölürəm. 3'ə bölündü 25 dəfə. 25 3'ə bölünmədi. 3'dən sonra gələn sadə ədəd 5'dir. 5'ə bölündü 5 dəfə və bu da 1 dəfə. İndi deməli, əbobu tapanda nə edirik? Baxın, əbob 120 və 150. Nə edirik? İkisinin də içində ortaq olan bölənləri seçirəm. Ən böyük ortaq bölən deməkdir. Baxın, bu 2, bu 2 götürdüm. Daha 2 qalmadı ki. Bu 3, bu 3. Oy. Bu 3 götürdüm. Bu 5, bu 5 götürdüm. Yazıram belə. 2 vurulsun 3 vurulsun 5. Neçə elədi? 6, 6 5'im 30. Elədi mi bu 30? İndi əbobu tapandan sonra bunların üstündən xətt çəkirəm. Artıq bunlar getdi. Bizə lazım deyil. 5'lərdən əsas yuxarıdakini götürsəm laf yaxşı olardı. Eyb yoxdur. İndi keçirik əkoba. Əkob isə tapılanda nə edirik? Böyük ədədi götürəcəyik. 150 bərabərdir. Böyük ədədi götürürük. Uşaqlar, böyük ədədimiz neçədir? 150 deyil. 150'ni vururuq. Kiçikdə nə qalıbdı? Baxın, kiçikdə burada bir dənə 2'miz qalıb, bir dənə də bu 2'miz qalıb. 150'ni vururam 2'yə və vururam bir daha 2'yə. O deyilir 300, 300 də 2'yə vururam 600. Bax, uşaqların ən çox çaşdığı əbobda məsələ nədir? Buradan 2'ni götürür, buradan 2 götürür. Cavaba 2 dəfə 2 vur 2 yazır. Xeyr, biz ikisinin də eyni ortağını cəm bircə dəfə yazırıq. Aydındır və ya ikisində də 3 var, bir dəfə yazırıq. Əkobu tapanda isə hansı hədləri də böyüyü götürmüşəm elə. Böyüyün içində bu 5'dən istifadə eləmirəm. Çünki mən 150'ni yazanda onsuz da götürürəm. Keçirəm. Götürmədiyim hansıdır? 120'ni. 120'də sayılmayan, boşda qalan ədədlərə vururam. Aydındırmı? Bu da oldu əkobumuz. Əbobla əkobla bağlı bir dənə də bir qeydimizi deyim. Sizə sual verəndə əkob vurulsun eyni ədədin əbobu. Əbob bərabərdir. Onda elə həmin bu ədədləri bir-birinə vurmağınız bəs eləyəcək. Yəni nə əkob hesablamağa gərək var, nə əbob hesablamağa gərək var. Bu düstur bizə həmişə kömək edir. Deməli, əkob vur əbob bərabərdir bu ədədlərin öz hasilinə. Bir də əkobu əboba böləndə əkob bölünsün əbob bərabərdir. C deyilən bir anlayış var. Bu C də ortaq olmayan sadə vurğuların hasilidir. Ortaq olmayan hasil. Belə deyək də, sadə vurğuların qısa yazıram hasili. Hasili. Bu da nədir? Baxın, məsələn, bu ədəddə ortaq olmayan bir bu 5'dir. Bax, bu 5 ortaq olmayandır. Bundan da 2 dənə 2 var. Deməli, bizim C'miz 2 vur 2 vur 5'dir. Yadınızda qalsın. Bu deyir 20. Bu da ortaq olmayan vurğuların hasili adlanır. Videomuz bura qədər. Qeyd edeyim ki, əbob əkoba aid 1 və 2 sual mütləq ki düşür. Yadınızdan çıxmasın.